Hörmətli ali rütbəli şəxslər, krallıq ailəsinin dəyərli üzvləri, zati aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar. Bu il fizika və kimya üzrə Nobel komitələri süni neyron şəbəkələrindən istifadə edərək çətin hesablama problemlərini öyrənib həll etməyi bacaran yeni bir süni intellekt formasında əldə olunan dramatik tərəqqini tanımışdır. Bu yeni növ AI insan məntiqindən daha çox insan intuisiyasını modelləşdirməkdə mükəmməldir və o, demək olar ki, bütün sənaye sahələrində məhsuldarlığı artıracaq, yüksək ağıllı və bilikli köməkçilər yaratmağımıza imkan verəcək. Əgər bu məhsuldarlıq artımının faydaları bərabər şəkildə bölüşdürülə bilsə, bu bütün bəşəriyyət üçün möhtəşəm bir irəliləyiş olacaq. Təəssüf ki, AI-nın sürətli inkişafı bir çox qısa müddətli risklər də yaradır. Artıq insanlara qəzəb, hiddət doğuran məzmun təqdim edərək cəmiyyətdə bölücü, əks-səda otaqlar yaradıb. Artıq avtoritar hökumətlər tərəfindən geniş miqyaslı nəzarət üçün, həmçinin kibercinayətkarlar tərəfindən phishing hücumları üçün istifadə olunur. Yaxın gələcəkdə isə AI dəhşətli yeni viruslar yaratmaq, həmçinin kimin öldürüləcəyinə və ya şikəst ediləcəyinə özü qərar verən ölümcül silahlar hazırlamaq üçün istifadə oluna bilər. Bu qısa müddətli risklərin hər biri hökumətlərin və beynəlxalq təşkilatların təcili və qətiyyətli müdaxiləsini tələb edir. Bundan əlavə, daha uzaq gələcəkdə bizi varlığımıza təhdid yarada biləcək başqa bir təhlükə gözləyir. Bizdən daha ağıllı, rəqəmsal varlıqlar yaratdığımız zaman. Belə varlıqlar üzərində nə dərəcədə kontrol saxlaya biləcəyimizi heç bilmirik. Amma artıq sübutlar var ki, bu varlıqları qısa müddətli qazanc güdən şirkətlər yaratsa, bizim təhlükəsizliyimiz onların prioriteti olmayacaq. Biz təcili olaraq bu yeni varlıqların nə vaxtsa idarəni ələ keçirməsini istəməmələri üçün hansı mexanizmlərin lazım olduğunu araşdırmalıyıq. Onlar artıq fantastika deyil, reallığa çevrilmək üzrədirlər.